Bayramdan bəri belədir. İşıq yanır, sönür, yanır, sönür. Valla bax görürsən işıqlarımız yanmır. Düz 6-7 saat işığımız yanmır. Qalmışıq işıqsız. Biz hazırda qaranlığa qərq olmuş Şamaxı şəhərindəyik. Operatorumuzdan xahiş edək, kameranın işığını yandırsın. Bəli, dəyərli izləyicilər, 7 saatdan artıq bir vaxtdır ki, Şamaxı sakinləri elektrik enerjisinə həsrət qalıb. Havanın soyuq və şaxtalı olması, bəzi evlərin kombi sistemi ilə, xüsusən elektrik enerjisindən qızdırılmasını nəzərə alsaq, bütünlükdə sakinlər bu soyuqda məhz bu çətin problemlə üz-üzə qalıblar. Bir 5 dəqiqə bundan qabağa qaynar xəttə zəng eləmişəm. Gün ortadan işıqlar sönüb, işıqlar yanmır. Hər şeydə işığın üstündə. Bir saat peç yox, odun yox deyəsən ki, odun yandırasan, nə eləyəsən? Qaz var, nə olsun, kombidir. Hamısı batareya olan şeylərdir. Soyuducu işləmir, kombi işləmir. Bayramdan bəri belədir. İşıq yanır, sönür, yanır, sönür. Nəvələrim var mən, balalarım var mən. Hamısı qırılır, öydə qalmışıq əsə-əsə, bilmirik neyniyək. Azəşığa zəng eləyirsən, 40 dəqiqə gözləyirsən, 40 dəqiqə sonra deyir ki, nəvim ümumi problemdir, birazdan gələcəm, birazdan olur 1 saat, 1 saat olur 2 saat. Yəni 7 saatdan artıq yəni bu işıq yəni yanmır. Günorta saatlarından elektrik enerjisinin verilişi dayandı. Bu səbəbdən də Şamaxı sakinlərini, evlərini şam işığı ilə aydınlatmağa çalışırlar. Təəssüflər olsun ki, bu mənzərəni şəhərin bütün evlərində görmək mümkündür. İşıqlar sönüb qalmışıq qaranlığa, uşaqlar evdə xəstə, qızdırmalı uşaq evdə xəstə. Bizdə də kombi sistemidir, yəni başqa bir isinmə, bəli, elektrikləndi, isinmə cihazımız yoxdur. Bir dəqiqə evdə uşaq xəstə, qızdırmalı, evdə yəni ki 7 saat işıq sönüb qalmışıq dona-dona. Bu mən özüm görürsən, bax qardaş, 1-2 kurtka geymişəm üstbəüz. Bunlardakı vəziyyət hal-hazırda indi şam olan şamdan istifadə edir, yəni işıqlandırmaq üçün nə edə bilər ki başqa, yəni hər evdə generator yoxdur. O da ki işıqsızlıq, soyuq təsir edir hamıya. Sakinlər iddia edir ki, aidiyyəti üzrə qaynar xətlərə məlumat verib, məlumat almaq istəsələr də onların sualına doğru cavab verən olmayıb. Elektrik enerjisinin Şamaxıya nə vaxt veriləcəyi sual altındadır. Məsələ ilə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda qeyri-iş günü olduğundan yaşanan problemlə bağlı açıqlama vermək mümkün deyil.